olmalıdır. Nə dövlətimiz, nə xalqımız şəhid ailələrini bu cür günlərdə ən azı tək buraxmamalı. Düzdür, əhlilər var idi, amma məsəl üçün orada bir şəhid anası deyir ki, haradadır burada Müdafiə Nazirinin həklidir, haradadır Müdafiə Naziri? Ola bilsin, Müdafiə Naziri orada gedib, orada ziyarət edib, ona vaxt edib, səhər saat 8-də, 9-da heç kəs olmayanda elə ziyarət olmur. Ən azı Müdafiə Naziri orada, qərargah rəisi orada şəhid ailələrin yanında olmalıydı. Onların görüşməliydi, onlara ürəkdirək verməlidir, onların yanında olduğunu bildirməlidir. O cümlədən xalqdır. Yəni, hamı qaçmışdı hərbi parada baxmağa, yoldan, nə bilim, harada orada da heç normal baxıla bilmişdi ya baxıla bilməmişdi, polis hər yeri əhatə eləmişdim. İnsanlar heç normal baxmışdı, baxmamışdı da başqa bir məsələ. Amma istənilən halda, yəni ki, bugün də şəhid ailələri hərbi paradlar da lazımdır, qonaqlar da lazımdır, təbii ki, polis də təhlükəsizliyi təmin etməlidir, amma İlk öncə şəhid ailələrinin özlərini ögey hiss etməməlidir. Mən bu ögeyliyi gördüm. Dövlət tərəfindən də gördüm, xalq tərəfindən də gördüm. Və bu ikisi də qabil olunmazdır. Hələ mən demirəm şəhid ailələrinin problemləri və s. Yenə problemləri, yenə ad problemləri, küçə problemləri, ailələrin təminat problemləri, 1-ci Qarabağ şəhidlərinin, 2-ci Qarabağ şəhidlər arasında ayrı seçkilik, orada axır ki, divar götürüldü, amma yenə də dedilər ki, orada şəhid bacısı dedi ki, bizə demişdilər ki, 8 noyabra qədər bütün təmin olunacaq, bu olunmadı. Orada ümumiyyətlə boşluq idi. Orada heç əkirlər də yox idi və bütün bu mənfiliklər aradan qaldırılmalıdır. Birinci hakimiyyət eləməlidir. İkinci də xalq.